hər hadisəyə güclü reaksiyalar verirsən. Ağlayırsan, qışqırırsan, tez etiraz edirsən və yaxud da ki, hər xırda şey səni niyə bu qədər qıcıq edir? Bunun bir neçə səbəbi ola bilər. Yaxın əyləş, bunları sənə izah edəcəm. İlk olaraq emosional yığılma. Ola bilər ki, sən uzun müddətli hisslərini bastırırsan, düşüncələrini bastırırsan, özünü ifadə edə bilmirsən, keçmişdən daşıdığın travmalar və yüklər var və ona görə də ən xırda detalda, ən xırda bir qıcıqda kəskin reaksiyalar verirsən. İkinci, stres və yorğunluq. Ola bilər ki, uzun müddətli gərginlik, stres içərisindəsən, yaxud çox işləyirsən, gecələri yatmırsan, ona görə də ən xırda məsələ belə səni bu qədər incidir və kəskin reaksiyalar verməyinə səbəb olur. Üçüncü, sosial mühitin səndən gözləntiləri. Ola bilər ki, ailənin, dostlarının, yoldaşlarının gözləntisi səndən həddindən çoxdur və buna sən tab gətirə bilmirsən. Daha çoxunu öyrənmək istəyirsənsə, səhifəmi izlə.